İmam Rıza Aleyhisselamın doğum günü, mövlud günüdür. Hər birinizi bu gözəl bayram münasibəti ilə təbrik edirəm. Allah bu dünyada İmam Rıza Aleyhisselamın o səfalı qəbrinin ziyarətindən, qiyamət günü o həzrətin şəfaətindən bizi məhrum eləməsin inşallah. Hamınızı təbrik edirəm. Allah onun qəbrinin ziyarətin bizlərə nəsib eləsin inşallah. Onun qəbri çox səfalıdır. Kimlər gedibsə, çoxunuz gedib görmüsünüz. Onun qəbri çox nuranidir. Məşəd bizim ən çox sevdiyimiz ziyarətgahlardan biridir. Hər bir imamın qəbrinin özünə məxsus xüsusiyyəti var. İmam Rıza'ya İmam-ı Rauf deyirlər. Də bilirsiniz, mehriban imam. Bütün imamlar mehribandır. Amma hərəsində bir şəkildə o mehribançılıq təzahür edib. İmam Rıza'da o mehribançılıq sifəti daha çox zuhur eləyir. İmam Rıza'nın hərəminə Məşədə gedəndə elə bil kimsə sənə sığal çəkir. O məhəbbəti bütün vücudundan hiss edirsən. Doğrudan da qəribə